Salam uşaqlar, bu günləri biz baxırıq artikel bölməmizin izahına qısaca. The article ingiliscində article deməkdir və iki növü var. Qeyri-müəyyən artikelimiz, yəni the indefinite article, an article və the definite article, müəyyən article. İndi bunların fərqi nədir? Qısaca gəlin izahına baxaq. Adlarından göründüyü kimi an article qeyri-müəyyən artikeldir. Buna uyğun bir dənə cümlə yazaq. Məsələn, stolun üstündə kitab var. There is book. Stolun üstündə necə yazılır? On the table. Stolun üstündə kitab var deyirəm və bilinmir ki, hansı kitabdan söhbət gedir. Ona görə mən bunun qarşısına article qoyuram. There is a book on the table. Stolun üstündə bir dənə kitab var. Sonra deyirəm ki, həmin kitab qırmızı rəngdədir. Hansı kitab? Stolun üstündəki kitab. Artıq burada bilinir hansı kitabdan söhbət getdiyinə görə. Ona görə də onun qarşısına mən qoyuram the article. The book is red. Kitab qırmızıdır. Hansı kitab? Stolun üstündəki kitabdan söhbət gedir. Yəni ki, ismin qarşısında the article olsa bilinir hansı isimdən söhbət gedildiyi, dinlənilən şəxsə də məlum olur. Amma ismin qarşısında article olsa artıq o isim tam şəkildə aydın olmur dinləyən şəxs üçün. Və yaxud deyirəm ki, mənim maşınım var. Necə yazaraq? Mənim var. I have. Hardasa nəsə var olduqda there is there deyirik. Kimisə nəyisə var olduqda have has-la ifadə edirik. I have a car. Mənim maşınım var. Mənim bir dənə maşınım var. Bu, dinləyən şəxs üçün qaranlıqdır. Maşın nə rəngdədir, hansı markadır? Bu kimi suallar dinləyən şəxs üçün qaranlıq olduğuna görə, tam müəyyən olmadığına görə biz ismin qarşısına qoyuruq article. I have a car, mənim maşınım var. Sonra deyirəm ki, the car is black. Maşın qaradır. Hansı maşın? Mənim maşınımdan söhbət gedir də. Yəni bilinir hansı maşından söhbət getdiyinə görə artıq qarşısına qoyuruq the article. Fərqləri bunlardır. Qısaca belə yadda saxlayaq. İşləmə yerlərinə gəldiksə o yerlər əzbərləmək lazımdır ki, hansı yerdə hansı article qoyuruq. Bundan əlavə digər yerləri əzbərdir. Bunu da əzbərləməlisiniz ki, testdə düzgün istifadə edə biləsiniz. İndi an article-ını deyə bilərsiniz ki, nəyə görə iki forması var? Həm həm an. Bu da tələffüzə görədir. Yəni özündən sonra gələn sözün tələffüzündən asılıdır. Dildə tələffüzü rahat şəkildə səslənsin deyə iki növü var. Bir də ki, an article yazılışa görə yox, oxunuşa görə uyğunlaşdırılır ismə. Yəni hərfdən deyil, səsdən asılıdır. Əgər deyək ki, isim özündən sonra gələn isim sait səslə başlayırsa, o zaman an article qoyuruq. Səslə yazılışdan söhbət getmir. Samit səslə başlayarsa isə article qoyuruq. An hour. H yazılır. H burada gördüyümüz kimi samitdir. Biz yazılışa baxası olsaq, gərək bunun qarşısına article qoyaq. Amma biz yazılışa yox, oxunuşa baxırıq. Bunun oxunuşunda birinci hərfimiz düşür. Hour oxunur. An hour. Ona görə artıq an article qoyuruq. Və yaxud umbrella. Elə saitlə yazılır, saitlə oxunur. Ona görə də an article qoyulur. An eagle, qartal. Saitlə yazılır, sait səsinə başlayır. Ona görə yenə də an article qoyuruq. Sonra article dedik ki, samit səslə başlamalıdır. Hero. Samit səslə başlayır, article qoyuruq. Baxırıq bu sözümüzə. Saitlə başlayıb da yazılışı, amma oxunuşunda samitlə oxunur. A university. Artıq burada U-dan əvvəl Y səsini eşidirik biz. Y da samit səs olduğuna görə biz onun qarşısına article qoyuruq. A university. Və yaxud euro. Görürük artıq samitlə başlayıb, ona görə article-ını qoyuruq qarşısına. Və fikir vermək lazımdır ki, biz burada mütləq oxunuşa baxmalıyıq. Yazılışa baxsaq, gərək an article qoyardıq bura. O zaman da testimiz səhv olar. Yəni oxunuşu nəzərdə saxlamaq lazımdır. Dilin rahatlığı, axıcılığı üçün bu iki növ article-ımız var. Sonra əgər deyil ismin qarşısında sifət gəlibsə, sifət təyin edicimiz ismin qarşısında işlərin ingilis dilində. Sifət varsa article deyil, sifətin qarşısına keçir. Yəni article isimlə sifətin arasında ola bilməz. Mütləq keçir sifətin qarşısına. A man kişi deməkdir. An old man qoca kişi. Artıq burada article buradan dəyişdi, gəldi hara? Sifətin qarşısına. Yəni sifətin qarşısına gəlibsə o demək deyil ki, sifətə aiddir. Yenə də isim aiddir. İsmin təhliyindən bəhs edir. Amma
harda yazılıb, başda yazılıbdır. Çünki old and man deyə bir forma olmaz. Yəni arada işlənə bilməz. Mütləq keçməlidir qabağa. Yəni ismin qarşısına onu təyin edicilər, isimdən əvvəl sifət gəlirsə, sifətdən qabağa keçirlər. Və burada yenə də birinci sözlə uyğunlaşır tələffüz məsələsi. Sonra baxaq işləmə yerlərinə. Deyir, harda işlənir? Bir qayda olaraq sayıla bilən təqsimlərin qarşısında. Biz isim bölməsində dedik ki, sayılan təqsimlərin qarşısında en artıqlı işlənər. Sayılmayan isimlərin qarşısında isə en artıqlı istifadə edə bilmərik. A table, stol, a tree, ağac, a nest, yuva, an umbrella, çətir. Hamısı sayıla bilən təqsimlərdir. Cəm isimin qarşısında biz en artıqlı qoya bilmərik. Məsələn, deyirəm, bir dəqiqə, book cəmləyirəm. E-books. Belə bir forma ola bilməz. Kitablar cəmdir. Artıqlı demişdik ki, 1-ə bərabərdir. Bir kitablar olmaz daha düzdürmü? Ona görə mən cəm ismin qabağında artıqlı qoya bilmərəm. Sonra bayaq biz də izah elədik ki, haqqında ilk dəfə danışılan, dinləyənə məlum olmayan sayıla bilən təqsimlərlə işlənir. Məsələn, they have got a car. Onların maşını var. Biz bilmirik ki, hansı maşından söhbət gedir, nə markadır, nə rəngdədir. Sadəcə bilirik ki, maşınları var və bu qeyri-müəyyəndir dinləyən şəxs üçün. Ona görə qarşısına artıqlı qoyulur. I have a computer. Mənim kompüterim var. Bu dinləyənə hələ aydın deyil ki, nə kompüterdir, hansı markadır, ona görə artıqlı götürürük. There is a picture on the wall. Divarda şəkil var. Yenə burada artıqlımızı istifadə edirik. Sonra işlənmə yerindən növbəti olaraq qeyd edirlər ki, nida cümlələrində what əvəzi ilə sonra sayılan təqsimlərin qarşısında. What a wonderful city it is. Necə də deyir, gözəl şəhərdir o. City sayılan təqsimdir. Sifət gəlibdir. Dediyimiz kimi sifətlə ismin qabağında artikel olması keçir sifətin qarşısına. What a beautiful girl she is. O deyir, necə də gözəl qızdır. Yenə də ismin qarşısına hara gəldi? Sifətin qarşısına gəldi. Yer dəyişmə oldu. Yenə də amma isimə aiddir təbii ki. Sonra şəxsin və əşyanın niçin və nə olduğunu bildirən zaman, yəni peşədən söhbət gedəndə, məsələn, my brother is an electric, mənim qardaşım elektrikdir. Yəni qardaşın peşəsini bildirirsə, o zaman artıqlı işlənir. Vika is a lawyer, Vika hüquqşünasdır. Artıq qarşısında necə görürük? Artıqlı görürük. Yəni peşələrdə istifadə olunur. Və yaxud nəyinsə nə olduğunu izah edəndə, sizə pen, bu qələmdir. Bu əşyanın nə olduğunu bizə izah edir. O zaman ismin qarşısında, əşyanın qarşısında artıqlımızı qoyuruz. Sonra such, rather, quite sözlərindən sonra deyil, sayılan təqsim gəldikdə. It is such an interesting book. O deyir, elə gözəl, elə maraqlı kitabdır. Burada görürük ki, araya yenə sifət giribdir, amma artıqlımız hara aiddir? Kitab sözünə aiddir. Deyə bilərsiniz ki, bəs kitab hərfi B ilə başlayır, nəyə görə ən artıqlı? Çünki interesting sözünə uyğunlaşır. Çünki biz dedik, ən artıqlı tələffüzə görə qoyulur. Tələffüzdə də biz book sözünü birinci tələffüz edilmirik, interesting tələffüz edirik. Ona görə gəlir avtomatik buna uyğunlaşır. An interesting book. Sonra vaxt, məsafə, ölçü bildirəndə istifadə edilir. 5 times a week, həftədə 5 dəfə. Həftənin bir dənə olduğunu göstərir. Burada bir həftədə 5 dəfə, onu demək istəyir. Və yaxud kilosu 15 manat, 1 kilosundan söhbət edir. Artıqlı 1-ə bərabərdir. Saatda 110 kilometr. Hansı saatda? 1 saatda nəzərdə tutulur. Ona görə ən artıqlı qoyulur qabağına. Sonra 100, 1000, million sayılarıyla istifadə olunur. Nəyə görə? Qarşısında one mənasını işlədəndə. Məsələn, biz deyirik 1 milyon. İngilis dilində 1 million da deyə bilərlər, yəni bir rəqəmi. A million da deyə bilərlər. Çünki biz bayaq yuxarıda nə dedik? Artıqlı neçəyə bərabərdir? 1-ə bərabərdir. 1 million. Bu şəkildə də istifadə edə bilərik. A million. A thousand, min, yəni 1 mindən söhbət gedir. A hundred, 100, bir yüzlükdən söhbət gedir. Amma yüzlərlə deyirəmsə, avtomatik artıqlığım düşür. Çünki yüzlərlə dedikdə orada bir yüz yoxdur axı, daha çoxluq var. Hundreds of yüzlərlə, millions of milyonlarla artıq artıqlığımız düşür. Çünki burada 1 milyondan söhbət getmir. Bəzən deyir, sayılmayan isim sayıla bilən təqsimin qarşısında təyin funksiyasında çıxış edir. Bu zaman yəni artıqlı keçir birinci ismin qarşısına. Amma yenə də ikinci yayda olur. Bu nə deməkdir? Baxaq. There is an information center at the airport. Deyir ki, havalimanında məlumat mərkəzi var. Information öyrənmişik ki, sayılmayan isimdir, məlumat deməkdir. Center isə mərkəz deməkdir və sayılan isimdir.
Ən artıqlı hansına aid olacaq? Təbii ki, ikinci ismə aid olacaq. Niyə bəs sair mən ismin qarşısına gəlib? Çünki dedik ki, isimlərin arasında işlənə bilməz və yaxud sifətlə ismin arasında işlənə bilməz. Keçir qabağa. Qabağa keçsə belə yenə də aid olur ikinci ismə. Biz qaydada, keçən dərs qaydamızda dedik ki, isimlər yan-yana gəlirsə və isimlərin arasında heç bir şey yoxdursa, qabaqda olan təyin edicilər, yəni bu artikel ola bilər, cəmiyyət sözlərimiz ola bilər və yaxud rəqəm ola bilər. Hamısı aid olur hansı ismə? İkinci ismə. İkinci isimlə uzlaşır. İkinci isimimizdə sayılan tək isim olduğuna görə artikel götürübdür. Amma qarşıda, yəni isimlərin arasında of ya da apostrof s varsa, qabaqda olan təyin edicilər birinci isimlə uzlaşır. Yəni ofdan əvvələ baxırıq, apostrofla s-dən əvvələ baxırıq və əvvəlki isimimizlə uzlaşdırırıq. Burada isə heç nə olmadığına görə ikinci isimlə uzlaşdırıbdır. Yəni bu formanı yanlış götürə bilmərik biz. Siz burada information'a baxıb desəz ki, bu sayılmır, nəyə görə article gəlibdir, deməli bu səhvdir, onda testiniz səhv çıxar. Baxmalısınız görə özündən sonra isim gəlibmi? Özündən sonra sayılan isim gəlibsə, artıq article aid olur o ismə. Ona görə də doğru götürürük. Sonra tutum bildirən sözlərlə isim bölməsində öyrəndik ki, sayıla bilməyən isimləri saymaq üçün tutum bildirən sözlərdən istifadə olunur. Məsələn, a bottle of, bir butulka deməkdir. Bu article burada birliyi bərabər, birə bərabərdir və tutum bildirən butulka sözü ilə bircə işlənir. One bottle of da deyə bilərik, amma a bottle of daha təbii səslənir və istifadə olunur. Və yaxud a drop of water, bir damcı su. Yenə görürük ki, article-ımız istifadə olunur. İki damcı desəm, amma article-ını salacağım. 2 yazacağım, drop'u da cəmləyəcəm. Görürük, arada of var. Bu hara aiddir? 2 rəqəmi hara aid olacaq? Təbii ki, damcı sözünə aid. Çünki dedik ki, of varsa, ofdan əvvəlki isimlə uzlaşır və ofdan əvvəlki ismini cəmləyirik. Water-ni cəmləyə bilmərik. Həm sayılmır, həm də ofdan sonra gəlibdir ki, onunla aidiyyəti yoxdur qabaqdakı təyin edicimizin. Seçmə suallarda deyir, isim sayılan tək olarsa, are you a student or a teacher? Sən deyir, şagirdsən, yoxsa müəllimsin? Şagird müəllim peşəni bitirir, sayıla bilən təkdir. Ona görə də qarşıda artikelimizi qoyuruq. Sonra have-lə olan birləşmələrimizdə bunları əzbərləmək lazımdır. To have a rest, istirahət etmək. Yəni burada I article istifadə olunur. Bir gəlibdir də, belə deyim, dəyişməyən bir formadır. To have a good time, yaxşı vaxt keçirmək. Məsələn, mən deyirəm, dünən yaxşı vaxt keçirdim. Mən, have dəyişib nə olacaq? Təbii ki, keçmişi haddir. I had a good time olduğu kimi saxlayıram artikelimi. I had a good time yesterday. Dünən yaxşı vaxt keçirdim. Artıq burada cümləmiz yaranmış oldu və ifadəmiz olduğu kimi qaldı. Sadəcə have-i dəyişib had elədik, çünki keçmiş zamandan söhbət gedir. Sonra have ilə olan yemək adlarında isə article işlənmir. To have breakfast, səhər yeməyi yemək. To have lunch, qəlyanaltı etmək. To have dinner, nahar etmək. To have supper, şam etmək. Burada isə biz heç bir article istifadə eləmirik. Bunları əzbər yadda saxlamaq lazımdır. Sonra bu ifadələri də öyrənmək lazımdır. Məsələn, to go for a walk, gəzməyə getmək. To have a good time, yuxarıda var idi, yaxşı vaxt keçirmək. To play an important role, mühüm rol oynamaq. To be at a loss, özünü itirmək. As a result, nəticədə. It's a pleasure, xoşdur. It's a shame, eyibdir. What a pity, heyif, təəssüf. It's a pity, təəssüf. To take a fancy to, rəğbət bəsləmək. On a large scale, böyük miqyasda. In a friendly way, dostcasına. At a low price, ucuz qiymətə. Mən bunları oxuyuram ki, siz oxunuşunu lazım olsa üstündə qeyd edib öyrənəsiniz. Sonra, at a high price, baha qiymətə. In a loud, soft voice. Yəni aşağı səslə, loud voice. Yuxarı səslə, uca səslə, soft voice, yumşaq səslə. To be in a hurry, tələsmək. Biz bunu cümlədə işlədəndə, təbii ki, to be-ni açıb işlədirik. Məsələn, mən tələsirəm. Onda mən I, to be-nin inci zaman forması I ilə işlənən am. I am in a hurry, mən tələsirəm. To tell a lie, yalan danışmaq. Görürük, burada yenə e artikelimiz var. Bir də var D artikelində doğrunu demək. Artıq orada D artikel istifadə olunur. To tell the truth. Nəyə görə? Çünki doğrumuz bir dənədir, amma bir doğrunun min cür yalanı var, düzdürmü? Və yalanlar qeyri-müəyyəndir bizim üçün. Sayda çox olduğuna görə E artikeli işlənir. Doğru isə bir dənə olduğuna görə doğru sözün qarşısına D artikeli qoyuruq. A piece of paper, bir parça kağız. A cup of tea, bir fincan çay. At an early age, erkən yaşda. Half an hour, yarım saat. In a whisper, pıçıltı ilə. In a word, bir sözlə. To be a success, uğur qazanmaq. An hour and a half, bir saat yarım. Bu belə.
Baxaq müəyyən artiklımız, definite artikl dedik ki, müəyyənlik bildirir. Həm sayılan, həm sayılmayan, həm tək, həm cəm isimlərin qarşısında işlənir. Yəni an artiklı kimi deyil. An artiklı yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. D artiklı isə hər iki isimlərin qarşısında işlənir. Və biz bunu D kimi də oxuya bilirik, D kimi də oxuya bilirik. Özündən əvvəl gələn, özündən sonra gələn sözə baxarıq. Samitlə gələrsə the man, Sait gələrsə the apple. İ səsini verir yəni. Sonra müəyyən artikl haqqında deyir, əvvəlcədən məlumat verilmiş, həm danışana, həm də dinləyənə məlum olan isimlərin qarşısında işlədilir. Bayaq dediyimiz kimi. Baxaq, she loves flowers. O gülləri xoşlayır. Burada biz bilmirik ki, o hansı güllərdən xoşlayır, xəbərimiz yoxdur. Sadəcə ümumi məlumat veribdir və güllər cəmdə olduğuna görə artikl qoyulur. Təkdə olsaydı qoyardı. She loves the flowers in your garden. Sənin bağındakı gülləri xoşlayır. Hansı gülləri? Sənin bağındakı. Artıq burada hansı güllərdən söhbət getdiyi bilindiyinə görə qarşısında nə var? Artikl var. D artiklı var. Çünki müəyyənlik artiklıdır və bizə də müəyyəndir deyə artıq ismin qarşısına D artiklını da istifadə edirik. Sonra deyir, tək varlıqların qarşısında D artiklı qoya bilərik. The unique, tək deməkdir. The sun, günəş, the moon, ay, the earth, dünya, the sky, səma bu kimi isimlərin qarşısında D artiklı qoyuruq və bunlar gördüyümüz kimi xüsusi isimlərdir, böyük hərflə yazılır. Üstünlük dərəcəsində olan sifətlərin qarşısında biz bilirik ki, üstünlük dərəcəsində qabaqda D artiklı olur. Söz təkəcəldsə, S çəkicisi əlavə olunur. Çoxəcəldsə, qarşıya most qoyulur. The most beautiful, ən gözəl, ən mənasını verir üstünlük dərəcəsi. İsimləşmiş sifətlər. Azərbaycan dilində də var substantivləşmə. Məsələn, deyirəm ki, cavan sifətdir. Necə cavan? Deyirəm, cavanlar. Biz lar çəkicisi artırmaqla substantivləşdiririk. İngilis dilində isə lar çəkicisi artırılır. Yəni, cəm çəkicisi əlavə olunur. Sadəcə qarşıya qoyulur D artiklı. The young, cavanlar. Və yaxud the old, yaşlılar. Artikl qoymaqla substantivləşmə baş verir. Deyir, insan soyadı bütün ailəni bildirir. İsim bölməsində öyrəndik ki, insan soyadı bütün ailəni bildirəndə qabağa qoyulur D artiklı və soyadın sonuna S əlavə olunur. Çünki ailədə bir nəfər olmur, axı çoxluq olur. Ona görə cəmlənmə baş verir. Bunun gəliş halında təkcə apostrofdan istifadə edirdik. Düzəlməsi yadınızdadır. Sonra sıra sayıların qarşısında D artiklı işlənir. The first birincidir, the second ikinci, the third üçüncü. Bu şəkildə gəlir. Yəni sıra sayılan qabağında D artiklı qoymaq lazımdır. To play, musiqi alətləri ilə işləndikdə, yəni ifa çalmaq mənasında artıq artiklla işlənir. I can play the guitar, mən gitarı çala bilirəm. Gitar musiqi aləti, düzdürmü? Ona görə qarşıda qoyuruq D artiklı. Amma play sözü əgər oynamaq mənasındadır uşaqlar, onda artikl olmur. Məsələn, futbol oynamaq desəm, play, futbol. Artikl qoyduq mu? Qoymadıq. Qoya bilmərik. Deməli, playdən sonra oyun adları gələrsə artikl olmur, musiqi alətləri gələrsə artikl istifadə olunur. Dillər, language sözü ilə işlədilərsə, yəni dillərin yanında language sözü gələrsə artikl olur. The English language, ingilis dili. Yəni D artiklı language varsa var. Bərabərdir English. İngilis dili. Bu da İngilis dili deməkdir. English də İngilis dili deməkdir. Sadəcə dil sözü istifadə olunsa əlavə olaraq artikl daha istifadə eləməliyik. Baxırıq testdə language görsək artiklı qoyuruq. Görməzsək qoymuruq. Sonra su hövzələri. Çaylar, rivers çayda bunların adlarını ingiliscə bilmək lazımdır. Dənizlər, seas, oceans, okeanlar, lakes, göllər. Bunlarda deməli nə edirik? Artikl istifadə edirik. Nümunə olaraq veriblər. Bu sözlər, uşaqlar, çayda, dənizdə, okeanda, bu sözlər, yəni river, sea, ocean sözlər çayların yanında və yaxud okeanların yanında gəlsə də artikl qoyulur, gəlməsə də qoyulur. Məsələn, Atlantic Ocean, the Atlantic Ocean. Bu okean sözü burada gəlsə də D artiklı qoyuram bura. Gəlməsə təkcə Atlantik yazsalar da yenə qarşıya D artiklı qoyuram. Amma lake, göl istisnadır, qaydanı pozur. Əgər Baykal gölümüzə baxaq. The Baykal bərabərdir Lake Baykal. Fərqi nədir? Əgər bu lake sözümüz, yəni göl sözümüz gölün yanında gəlibdirsə, o zaman artikl olmur. Gəlməyibdirsə artikl olur. Yəni bir-birinə yola getmir, belə deyək də.
Bu ikisi lake və D artıqlı bir-birinə yola getmir. Bu varsa bu olmamalıdır, bu varsa bu olmamalıdır. Digərlərində isə olsa da D artıqlı var. River, sea, ocean sözləri olsa da D artıqlı qoyuruq, olmasa da qoyuruq. Amma lake varsa D artıqlı qoya bilmirik. D varsa lake artıq qoya bilmirik. De Baykal, mən bunun yanına lake qoya bilmərəm. Qayda pozulmuş olar. Yalnız birini istifadə edirik. Ya artıqlı ya da lake sözümüzü. Sonra kanallar, channels article qoyulur. Boğazlarda yenə article qoyulur. Körfəz adlarında isə deyir istisna olaraq article qoyulmur. Bey körfəz deməkdir. Bunlarda article istifadə etmirik. Adalar qrup şəklində olarsa article gəlir. De Bahamas. Görürsünüz sonunda nə var? S var. Biz bir şey deməli bu Bahama adaları deyil. Bir dənə ada nəzərdə tutmur. Çoxluq var. Onda artiklımız olacaq. Aydın oldu mu? Ada sözümüzün sonunda görürük ki S var. Deməli varsa artiklımız da o olacaq. Bunların sonunda S varsa cəmləyir. Dağ silsilələrində The Alps. Sonunda nə var? S var. Alp dağları. Himalay dağları yenə S var. Deməli D artikl olacaq. Tək dağlarda və yaxud tək adalarda isə artikl istifadə olunmur. Mountain. Bax dağ sözü görür. Sonunda S var. Səhralarda yenə D artiklı olur. Desert səhra deməkdir. Sahillərdə bank, coast, shore. Üçü də sahil deməkdir. Bank, coast, shore. Bu üç sözü gördünüzsə artiklı qoyursunuz. Üçü də sahil deməkdir. Sonra Londonun hissələri, the city, the west end hamısında görürük artiklımız var. Coğrafi cəhətlərə baxaq. In the north şimalda, in the south cənubda. Əgər de coğrafi cəhətlər qitə, ölkə, ərazi təyin edirsə, artikl işlənməz. North Amerika, Şimali Amerika. Amma hissələrini bildirirsə, o zaman artikl istifadə olunacaq. Sonra ölkə adları. Əgər ölkə adlarının yanında Republic, Respublika, Union, İttifaq, Kingdom, Krallıq, State, dövlət, ştat, United, birləşmiş, United daha doğrusu, Emirates, əmirlik, Federation, federasiya sözlərindən biri gələrsə, artıq artikl qoyulmalıdır. Baxaq, The United Kingdom. Qısaldılmış UK artiklımız var. Və yaxud state sözü gəlibdir, yenə artiklımız var. Qısaldılmış şəkildə bu şəkildə yazılır. Republic gəlibdir yanında, deməli artikl var. State, dövlət sözü gəlib, deməli artikl var. Federasiya sözümüz gəlib, deməli artikl var. Bunlar varsa artiklımız da var, yoxsa yoxdur. Sonra bunlar istisna olaraq deyir ki, topluluq bildirən və bir sıra istisna ölkə və şəhərlər yanında bu sözlər gəlməsə belə artikl işlənir. Məsələn, Vatikan görürsünüz yanında heç bir söz gəlmir. Respublika, dövlət heç nə gəlməyibdir. Amma yenə də artikl istifadə edirik. Sonra millət adları. Millət adlarının qarşısında nə görürük? D artiklı görürük. The English like to drink tea at 5 o'clock. Deyir, İngilislər saat 5'te çay içməyə xoşlayır. Kimlər İngilislər? Milliyyəti bildirir və qarşıya da qoyur D artiklı. Deyir ki, millət adları ilə ya people sözü ya da D artiklı işlənir. İkisi eyni anda olmaz. Ya da English, İngilislər, ya da English people, İngilis xalqı. İkisindən biri olmaz. Dillər kimi də language sözü varsa deyir artikl olurdu. Daha doğrusu dillərdən fərqli olaraq. Amma burada tərsinə. Biri varsa, biri yoxdur. Bu belə. Bunlar heç xırdalıqlardır, baxarsınız. Buradakı ifadələr yada saxlayarsınız. The same, the article işlənən ifadələr eynidir. The difference, fərq. The following, aşağıdakı. At the end, axırda. The whole, bütöv. The only, yeganə. The radio, radio. Bunlar həmişə nə ilə işlənir? The article-la işlənir, yada saxlayaq. Bu same daha, eyni deməkdir. Bir var some yazılan bəzi əvəzli heç o ona yazılır. Bu isə ana yazılır, eyni deməkdir. Sonra, bu belə. Amma deyir, radio sözündə D artiklı qoysaq da TV sözündə artikl qoyulmur. He listens to the radio, o radio dinləyir. He watches TV, o televizoru izləyir. Artıq burada D artiklı deyir, qoya bilmək. Next, last sözlərimizə baxsaq, deyir, bu qaydamız necədir? Next və last sözlərindən sonra zaman, buna mütləq fikir vermək lazım. Zaman bildirən söz gəlirsə artikl işləmir. Məsələn, next week gələn həftə. Həftə nə bildirir? Zaman bildirir. Next term gələn semestr zaman bildirir. Zaman bildirən sözlər varsa, bunların qarşısında artikl işlənməyəcək. Aydın oldu mu? Last da eyni şəkildə. Məsələn, last week keçən həftə. Last year, keçən il, last night, keçən gecə, zaman bildirir. Deməli, artikl yoxdur. Amma özündən sonra zaman bildirməyən söz gəlirsə, digər sözlər gələrsə, o zaman D artiklı işlənir. The next station, növbəti dayanacaq. Artıq burada nə görürük biz?
D artiklımızı gördük. The next lesson, növbəti dərs. Artıq D artiklımızı gördük. Yəni, gələn mənasını özündən sonra zaman bildirən söz gələndə verir. Növbəti mənasını isə zaman bildirməyən sözlər gələndə. Last, keçən mənası zaman bildirən sözlər. Axırıncı zaman bildirməyən sözlərlə işlənir. The last lesson, sonuncu, axırıncı dərs. Artıq burada zaman bildirmir və D artiklı istifadə olunur. Sonra age, yaş sözü deyil, konkret bir yaşı ifadə edərsə. O zaman artıqlı işlənir. At the age of 15, 15 yaşında konkret yaş bildirir. At an early age, erkən yaşında burada konkret bir yaş yoxdur. Ona görə ən artıqlı istifadə edirik. Sonra of deyir sözləri ilə birləşərək cansız əşyaların gələcəyini bildirən söz birləşməsində hər iki isim artıqlı götürür. The capital of the country, ölkənin paytaxtı. İsimlərin qarşısında nə var? C artıqlı var. Cansız isimlərin yeri çağı yaranıbdır burada. Bu belə. Ölçü adlarında təbii ki artıqlı qoymuq dedik. Sonra how nida cümləsində isim cümlənin bir mübtədası olarsa. How beautiful the girl is. Qız necə də gözəldir. Burada qız cümlənin mübtədası kim? Qız. Ona görə qarşıda qoyuruq D artıqlı. Qız necə də gözəldir deyirdi. Deməli hansısa bilinir də hansı qız deyir nəzərdə tutur. Günün 3 deyir əsas hissəsi in the morning, günorta, daha doğrusu səhər, in the afternoon, günorta, in the evening, axşam. Bu üç ifadə həmişə olacaq D artıqlı, yadda saxlayın. Sonra yaşayış məntəqəsində yerləşdiyi hər kəsin məlum olan obyektlərin qarşısında işlənir. Məsələn, the station, stansiya, the stadium, stadion, the bank, bank, the opera, the theatre, the cinema, the capital, paytaxt, the city, şəhər. Bunların qarşısında D artıqlı olacaq. Əmr cümləsindəki ismin qarşısında close the door please, qapını deyə örtün zəhmət olmasa. Qapının qabağında nə gəldi? Artıqlı gəldi. Close the door, qapını örtün, bağlayın. Sonra vasitəsindəki müəllif. The woman said, qadın dedi. Vasitəsinik görəndə birlikdə vasitəsinik dırnaq içərisində olan nikdir. İsmin qarşısına qoyulur, D artıqlı. Sonra təşkilat müəssisatlarında UNESCO qarşıda qoyulur D artıqlı, çünki bu müəyyənlik bildirən bir şeydir. Biz niyə qoymayaq ki, buna D artıqlı, düzdürmü? The BBC görürük, yenə də qarşıya D artıqlımızı qoyuruq. Bunlara da baxarsınız. Məşhur tarixi tikililərdə Tower of London, The Eiffel Tower, bunların qarşısında nə olacaq? D artıqlımız olacaq. Amma istisna olaraq Big Ben, Buckingham Palace və Westminster Abbey. Westminster abadlığı, Buckingham sarayı, bir də Big Ben olacaq nə ilə? Artıqlısız versiya ilə. Sonra muzey, museum, galeriya, gallery, sinema, teatr. Bunlar yenə də artıqlı götürür. Yəni bu sözləri gördünüz. Museumdə, sonra gallery, sinema, teatr. Bu sözləri görsəniz, nə edirik? Artıqlı qoyuruq. Məşhur tarixi hadisə dövrü. The October Revolution, Oktyabr inqilabı. Məşhur tarixi hadisə düzdürmü? Ona görə nə olacaq? Artıqlı olacaq. Sonra one of ifadəsindən sonra one of bilir ki, özündən sonra üstünlük dərəcəsi tələb edir. Üstünlük dərəcəsi də biz bayaq dedik ki, nə ilə işlənir? D artıqlı ilə işlənir. One of the most hardworking students in the class. O sinifdə ən çalışqan uşaqlardan, şagirdlərdən biridir. Üstünlük dərəcəsində işləndiyinə görə the most istifadə edirik. One of-dan sonra əsasən üstünlük dərəcəsi gəlir. Sonra weather, hava sözü təyinsiz işlənəndə. The weather is cold today. Bugün deyir, hava soyuqdur. But I like cold weather. Mən soyuq havanı sevirəm. Qabağında nə gəldi? Təyin gəldi. Onda article istifadə olunmur. Sonra bunlar sabit ifadələrdir. Bunları əzbərləmək lazımdır. On the left, solda. On the right, sağda. In the middle, ortada. In the corner, küncdə. In the past, keçmişdə. In the present, hal-hazırda. In the future, gələcəkdə. At the moment, indi. On the one hand, bir tərəfdən. On the other hand, digər tərəfdən. To tell the truth, həqiqəti doğrunu demək. Bayaq dedik ki, truth, həqiqət sözümüz nə ilə işlənir? D artıqlı ilə işlənir. Çünki bir dənə həqiqət var da, müəyyəndir. In the original, originalda. It's out of the question deyir. Bundan söhbət gedə bilməz. By the way, yeri gəlmişkən. On the way, yolda. On the whole, bütövlükdə. In the shade, kölgədə. In the distance, uzaqda. In the open air, açıq havada. In the direction of, istiqamətində. All over the world, bütün dünyada. At the age of, yaşında. Bunları əzbər bilmək lazımdır. Testdə görəndə tapaq.
İndi baxaq işlədilməyən hallar. İşlədilməyən hallar işlədiləni bildikdən sonra işlədilməyən halları da öyrənmək sizin üçün rahat gələcək. Təkrarıdır demək olar ki, digər versiyanın əlavə formaları. İnsanlar və ya əşyalar haqqında deyil, ümumiyyətlə danışdıqda. I love flowers. Mən gülləri xoşlayıram. Burada ümumiyyətlə danışır. İşlədilməyən haldır. Yəni hansı gülü xoşladığımdan xəbərim yoxdur. Amma bayaq deyir ki, sənin bağındakı gülləri. Artıq burada müəyyənlik yaranır. Ona görə gülün qabağına D artiklı qoymuşdur. Burada isə ümumiyyətlə danışır, deməli artiklı yoxdur. Tək ada adlarından əvvəl. Tək ada adlar. Biz bayaq dedik ki, adalar silsilə şəklində olduqda qarşıda olur D artiklı. Amma ada sözünün sonunda S yoxdursa, deməli bu təhdədir. Və bunların qarşısında artikl işlədilmir. Bayaq dedik ki, dağlar silsilə şəklində olanda D artiklı olur. Amma tək olarsa artikl olmur. Mount sözü görürsünüz, axırında S yoxdur. Təhliyi bildir. Everest dağı zirvəsi. Artıq burada artikl yoxdur. İdman oyun adlarından əvvəl artikl gəlmir. Tennis, golf, elm fən adları, tarix, riyaziyyat, incəsənət, yemək adlarından əvvəl breakfast, dinner, soup, supper, görürsünüz heç biri artikılla işləmir. Bunları yadda saxlamaq. Şəxs adlarının qarşısında artikl qoya bilmərik təbii ki. David, David deyəs deyiləm ki, düzdürmü? Adam adı da şəxs adıdır. Ölçü şəratların qarşısında bayaq dedik ki, artikl olmur, amma istisna olaraq bunların qarşısında artikl olur. Bayaqların var idi. Bu istisnalarımız. Vatikan dediyi görürsünüz, artiklımız var. Ölçü şəraitlərin qabağında olmur, amma dedik ki, respublika, ştat, dövlət, bu kimi sözlər gələrsə artikl olur. Qıta materik adlarından əvvəl artikl olmur. Asiya, Afrika, Avropa. Sonra most sözündən sonra iki hal mümkündür. Həm artikl gələ bilər uşaqlar, həm gələ bilməz. Əgər mostun sifətin üstünlük dərəcəsi yaradıbsa, özündən sonra sifət gəlir, düzdürmü? Məsələn, most interesting, ən maraqlı. Interesting nədir? Sifətdir. Deməli, burada üstünlük dərəcəsi yaranıb qarşıya qoyacağım D artiklı. Amma mostdan sonra sifət gəlməyib, isim gəlibsə, artıq bu üstünlük dərəcəsi deyil. Çünki sifətdə olan şeydir üstünlük dərəcəsi. Biz burada sifət görmürük axı. Deməli, most books əksər kitablar deməkdir. Most people əksər insanlar. Artıq burada artikl istifadə olunur. Yəni, yadda saxlayırıq. Mostdan sonra sifət gələrsə, qarşısında D artiklı olur. Mostdan sonra isim gələrsə, artikl olmur. Çünki sifət yaranmayıb da, sifətin üstünlük dərəcəsini biz bilirik ki, D artiklı istifadə olunur. Sifət yoxdursa, deməli, üstünlük dərəcəsi də yoxdur. Üstünlük dərəcəsi yoxdursa, deməli, D artiklı yoxdur. İsmin qarşısında D miqdar sayı gələrsə. Yəni, deyirəm, e-book, bir kitab. Deyirəm, two books, iki kitab. Biraz səliqəsiz oldu. Deməli, iki rəqəm qoydumsa, artıq artiklın düşür. İstəyir D artiklı olsun. D-book kitab, iki kitab desəm, artıq artiklın atılır. Yeri əvəzliyi gələrsə. My car, mənim maşınım. E-car, maşın və yaxud D-car, maşın. Burada hər hansısa bir maşın, burada da müəyyən maşın anlamında işlənir D artiklı. My car desəm, mənim maşınım artıq artikl olmayacaq. Həm mən my e-car ya da my D-car, my car, heç elə formalar görmürsünüz, istifadə edə bilmərik deməli. Yeri əvəzliyi varsa, artikl yoxdur. Yel çalanda olan isim gələrsə, brother's car, qardaşın maşını. Təbii ki, artikl düşəcək. Early late sözləri gün və fəsillərin təyini kimi işləndikdə. Early spring, erkən yaz, late summer, gec yay. Artıq burada artikl istifadə olunmayacaq. Sonra deyib by söz önüsü ilə işlənən nəqliyyat vasitələrindən əvvəl iynə mənasında. By car, maşın ilə, by bus, avtobusla, yəni ilə mənasında artikl işləmir. Amma in the car, maşında, maşının içində mənasında gəlir. Artıq artikl götürür. Deməli, by ilə mənasında artikl götürmür. Amma yanında mənasında işlənərsə artikl gəlir. By the taxi, taksinin yanında. Desəm ki, by taxi, taksi ilə, by the taxi, taksinin yanında. Yəni, hər iki hal testdə görə bilərsiniz. Həm artiklsız gələ bilər, həm artiklla gələ bilər. Hər iki hal doğrudur. Xüsusi isimlərin qarşısında olmur artikl. Xüsusi isimlərdə birlikdə Mr., Mrs. bir nəfər bildirən istifadə edirik. Xanım, cənab, kapten, kapitan, professor, doktor. Bu sözlər gələrsə isimlərin qarşısında artıq artikl istifadə olunmur. Sonra morning, evening, day, night. Bunun isimləri prediktiv funksiyasında olarkən və yaxud at, till, from, by söz önlərindən gələrkən artikl işləmir. From morning till night. Səhərdən axşama, gecəyə qədər. Biz bayaq dedik ki, səhər in the morningdir. Səhərdən gecəyə kimi deyəndə artıq mən burada D artiklını düşür. Çünki qarşıya nə qoydum? From qoydum, söz önü qoydum.
Sonra biz bayaq dedik ki, what'la başlayan nida cümlələrində ismin qabağında en artıqlı o. Amma isim sayılmırsa en artıqlı ola bilmir. Çünki biz demişik yaxud sayılmayan isimlərin qabağında en artıqlı gəlməz. What useful information you've got. Information sayılmadığına görə article istifadə olunmur. Sonra no, neither, inkar əvəzliklərindən sonra. No book, neither girl. Some, any əvəzlikləri gəlirsə ismin qarşısında. Yəni əvəzliklərsə article olmur ismin qabağında. Yadda saxlayın. Bayaq dedik göl adlarının qarşısında lake sözü varsa article yoxdur. Millət adlarının qabağında bayaq dedik people varsa article yoxdur. Təkrardır yəni burada. Küçə, meydan, park adlarında bu sözləri görsək, park, elə parkdır. Square, meydan, street, küçə. Bu sözlər yadda saxlayınca article olmur. İstisna olaraq the high street, the strand, the green park. Bunlar istisna olaraq article götürür. Zərfin üstünlük dərəcəsi article götürmür. Sifətinci götürür, zərfinci götürmür. Past tense görsünüz, qabağında the article yoxdur. Xəyyam deyir ki, ən sürətli qaçır. Qaçmağı bizə izah edir. Necə qaçır ən sürətli? Dillərdə dedik ki, language sözü işlədilməzsə article yoxdur. İşlədilərsə article var. Bunu bayaq dedik. Planetlərdə planet sözü varsa article var. The planet görürsünüz, planet var, article-dır. Planet sözü yanında yoxdursa article da yoxdur. Yarımadalarda da peninsula sözü işlədilməzsə article yoxdur. Eyni şəkildə. School, college, university, hospital, church, mosque, prison bu sözlər deyil, binə mənasını deyil, həyata keçirdiyi funksiyanı nəzərdə tutanda baxırıq cümləyə. He goes to the hospital to see her. O deyir, xəstəxanaya kimsə görməyə gedir. He goes to hospital, işləməyə gedir. Deməli, binasına gedir deyəndə article qoyulur. Amma içindəki prosesdən söhbət edəndə article qoyulmur. Binanı nəzərdə tutduqda article-ımızı qoyuruq. Bayram adlarında article qoyulmur. Ay adlarında yenə article istifadə edilir. Həftə günləri yenə qoymuruq. Fəsillər, winter, qış, spring, payız yenə article istifadə, daha doğrusu yaz yenə article istifadə edilir. Play dedik ki, bayaqları oynamaq mənasında özündən sonra oyun adı gələrsə article yoxdur. Musiqi aləti gələrsə article var. Körpülərdə article yoxdur. Bridge körpü deməkdir. Miqdar sayıları dedik ki, article qəbul etmir. Ştat ədlərindən əvvəldir, article qoyulmur. Sifətdən sonra baxaq, isim yoxdursa article yoxdur. Çünki deyir, article ismə aiddir. Onsuz da sifətlə ismin arasında article yazılsa, bayaq dediyi article nəyə aid olur? İsmə aid olur. Sifətə aid ola bilməz. Bunlar belə. Sonra deyir ki, professor, doktor, princess, queen, president kimi sözlərin yanında adı verilibsə article işlənir. Adı verilməyibsə işlənir. Məsələn, Queen Elizabeth, Kraliçə Elizabeth. Article görürükmü? Yox. Çünki adı verilibdir burada. Kraliçə kimdir? Elizabethdir. Amma adı verilməyibsə, onda bu sözlərin qabağında the article olur. The Queen of England, İngiltərənin kraliçəsi. Artıq burada kraliçənin adı yoxdur. Ona görə Queen-in qabağında the article var. Niyə görə var? Çünki İngiltərənin 2 dənə kraliçəsi var. Bir dənə var da müəyyən bir şeydir. Ona görə kraliçənin qabağında the article qoyulur. Sonra parkların yanında deyə adı verilibsə article işlənmir, verilməyibsə işlənir. Hyde Park adı verilibdir, değil mi? National Park, Milli Park adı, xüsusi adı da verilibdir. Deməli article yoxdur. Bir də var deyir, in the park, parkda. Deyirəm, I am in the park, mən parkdayım. Burada article istifadə olunur. Amma adı varsa, xüsusi adı varsa istifadə olunur. Eyni zamanda hava limanlarında da. Xüsusi adı varsa bazılarda da. Xüsusi adı varsa Victoria bazıları. Article yoxdur. Adı yoxdursa article istifadə olunur. İşlənən ifadələr articlesız. Bunları da öyrənmək lazımdır. Eye to eye, göz-göyə, by chance, təsadüfən, at work, işdə, arm in arm, qol-qola, with pleasure, məmnuniyyətlə, with difficult, çətinliklə, for hours, saatlarla, at war, müharibə şəraitində, by heart, əzbərdən, to take care of, qarşısına qalmaq, from beginning to end, əvvəldən axıra qədər, shame on you, ayıb olsun, by name, adlı, on deck, göyərtədə, in debt, borclu, at sunrise, sübh çağında, by land, quru ilə, out of doors, çöldə, bayırda, at peace, sülh şəraitində, on foot, piyada, for aids, əsirlərlə, by air, hava ilə. Bunları yavaş-yavaş öyrənərsiniz. Burada ümumiləşdirib veriblər çərçivədə cədvəl şəklindəki hansı halda the article istifadə olunur.
Çaylarda bayaq dedik bizim rivers, dənizlərdə seas, oceans, okeanlarda, desert, səhralarda, mountain ranges, dağ silsiləsi, dağlarda, yəni silsilə şəklində olarsa, adalar qrup şəklində olarsa, kanallarda, dillər sözündə dil sözü gələrsə, language sözü, yəni nations, millətlərdə qoyulur. Hamısının qarşısında nümunələrini fikir verirsiniz. Bunlara baxsaz, testə görəndə tanış daha rahat olar. Məsələn də Caspian Sea, Xəzər dənizi. Sea sözü olsa da article qoyulur, olmasa da. Yəni bu nümunələrə baxsaz, testdə nümunələr görəsiniz də, siz bunları görməyəsiniz. Nümunələri də yadda saxlasanız, test sizin üçün daha rahat olasın. Sonra deyir ki, ölkələr, Republic, Kingdom, State, Federation sözləri gələrsə, ölkələrin qabağında işlənir. Theatre, Museum, Gallery, bunların qarşısında artikel qoyuruq, nümunələrinə baxarsınız. İşlənməyən hallar. Dedik ki, ölkələrin qabağında işlənmir. O sözlər gəlməzsə, amma istisna olaraq bu ölkələrdə istifadə olunur. Bunları baxmaq lazımdır. Sonra şəhərlərdə, qitələrdə, street, küçələr, meydanlar, bunların hamısını tək-tək qaydada dedib, burada isə ümumilikdə yazıblar ki, işlənmir. Tək adalarda, tək dağlarda artikel işlənmir. Lake, göl sözü varsa, artikel işlənmir. Körpülər, bridge işlənmir. Körfəzlər, çimərliklər, adlar, yəni proper nouns, xüsusi isimlərdə artikel işlənmir. Artikel bölməsindən bu qədər.